2020-ci ilin payızında Azərbaycan əskəri tarixinin ən şanlı səhifəsini yazdı. Sentyabrın 27-sində başlanan Vətən müharibəsinin böyük zəfərlə başa çatması nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilən birliyi nəticəsində Ermənistanın işğalçı ordusu məhv edildi. Düşmənin canlı qüvvəsinə və hərb maşınına ağır zərbə vuruldu. İşğalçıya və onun himayədarlarına layiq olduqları yer göstərildi. Ermənistan ordusunun yenilməzliyi barədə özlərinin yaratdığı mif darmadağın edildi. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsinin gedişinə Azərbaycan Respublikasının silahlı qüvvələri işğal altında olan 300-ə yaxın məntəqəni azad etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlar aparmadan azad etməyə məcbur oldu. Amma Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan qarşısında öz üzərinə götürdüyü öhdəlik yalnız bundan ibarət deyildi. Üç tərəfli bəyanata əsasən Ermənistan tərəfinin icra etməli olduğu öhdəliklərdən biri də keçmiş Dağlıq Qarabağ ərazisində qalan erməni hərbi qüvvələrinin tərki silah və ləğv edilməsi idi. Lakin Ermənistan hərbi-siyasi rəhbərliyi üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmədi. Nəticədə Rusiyanın müvəqqəti sülh yaratma kontingentinin dayandığı ərazilərdə erməni hərbi qüvvələrinin silahsızlaşdırılması və bundan sonra da Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərinin Azərbaycanın daxili həyatına inteqrasiya edilməsi aparılmadı. Əksinə, Ermənistanda revanşist qüvvələr baş qaldırdı və beynəlxalq himayədarları da onları itirilən olan ərazilərin qaytarılması üçün Azərbaycana qarşı təxribatçı əməllərə təhrik etməyə başladılar. Ermənistanın hərbi-siyasi rəhbərliyi, bu rəhbərlik tərəfindən Qarabağda yaradılan xunta rejimi üç tərəfli bəyanatın imzalamasından sonra da yuxudan və xülyalardan ayrılmadılar. Onlar bir tərəfdən Qarabağın dağlıq hissəsində mövcud olan təbii sərvətləri talan edib Ermənistana daşıyır, digər tərəfdən isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında ərazilərə silah-sursat daşıyır, ərazilərimizi minalamaqda davam edirdilər. 2021-ci ilin iyununda erməni vəhşiliklərinin xronikasını yaratmaq missiyasını yerinə yetirmək üçün jurnalist Məhərrəm İbrahimov və teleoperator Sirac Abışov Kəlbəcərdə həmin minalardan birinin qurbanı oldular. Erməni separatçı quldur dəstələri Rusiyanın müvəqqəti şəkildə bölgədə yerləşdirilən sülh yaratma kontingentinin gözü qarşısında yeni səngərlər və mühəndis istehkam xətləri qurur, bölgəyə yeni hərbi qüvvələr və hərbi təchizat daşınmasını davam etdirirdilər. Bu açıq müharibə hazırlıqlarının və erməni revanşizminin qarşısını almaq üçün Azərbaycan ordusunun bölmələri 2022-ci il mart ayının 24-ü, 25-də Fərrux dağını tam nəzarətə götürdü. Eyni zamanda 7 xırman və daşbaşı zirvələri, habelə 10.050 və 11.045 saylı adsız yüksəkliklər, habelə Pirlər, Xanabad və Əsgərana qədər olan ərazilər Azərbaycan qüvvələrinin müşahidə nəzarəti altına götürüldü. Azərbaycan ordusunun bölmələrinin ermənilərin törətdikləri təxribatlara cavab olaraq keçirdikləri qisas əməliyyatı nəticəsində 40 qız və Sarı Baba yüksəklikləri və bir sıra digər hakim yüksəkliklər nəzarət altına alındı. Sarı Baba 40 qız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Qarabağ Azərbaycan torpağıdır və burada biz vəziyyəti diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. Baş verənlərdən nəticə çıxarmayan erməni hərbi qüvvələri 2022-ci il sentyabr ayının 12-sində daha geniş hərbi təxribata əl atmaqla Azərbaycan ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqları və dayaq məntəqələri, müxtəlif çaplı silahlar,
o cümlədən mina atanlardan intensiv atəşə tutdular. Nəticədə Azərbaycan bölmələrinin şəxsi heyəti arasında itkilər baş verdi, hərbi infrastruktura ziyan dəydi. Azərbaycan tərəfi bu təxribatı cavabsız qoymadı. Həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində 2022-ci il sentyabr ayının 12-sində, 14-də Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən erməni hərbi təxribatlarının qarşısı uğurla alındı. Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik oldu. Azərbaycanın dövlət rəhbərliyi kimi Azərbaycan xalqı da ermənilərin oyunlarına qarşı öz etiraz səsini qaldırdı. Ermənistandan Qarabağ ərazisində yerləşən erməni hərbi qüvvələrinin silah və sursat gətirməsinə və Qarabağdakı təbii sərvətlərin talanaraq Ermənistana daşınmasına etiraz əlaməti olaraq 2022-ci ilin dekabrın 12-sində Azərbaycan Vətəndaş Cəmiyyətinin nümayəndələri, ekologiya fəalları və gənc könüllüləri Şuşa-Laçın yolunda etiraz aksiyasına başladılar. Onlar mülki, təbii, ictimai daşınmalar istisna olmaqla digər daşınmaların nəzarət altına alınmasını tələb etdilər. Qanunsuz daşınmaların və keçidin qarşısının alınması üçün 2023-cü il aprel ayının 23-də isə Azərbaycan Ermənistanı quru yolla birləşdirən Laçın yolu üzərində dövlət sərhəd nəzarət postu qoydu. Bununla Azərbaycanın bütün sərhəd xətti Respublikanın nəzarəti altına alındı və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Lakin erməni millətçi dairələri bundan sonra da öz təxribatçı əməllərindən əl çəkmədilər. Onlar iki respublika arasındakı sərhəddin qeyri-işlək hissəsindən Qarabağ ərazisinə hərbi yüklərin daşınmasına dəfələrlə cəhd göstərdilər. Bu cəhdlər hava çəkilişləri vasitəsilə qeydə alındı və onların yol verilməzliyi Qarabağ ərazisində müvəqqəti yerləşdirilən sülhməramlıq kontingentin rəhbərliyinin nəzərinə də çatdırıldı. Ermənilərin millətçi təcavüzkar dairələri sakitləşməyi bilmirdilər. 2023-cü il sentyabrın 18-də ermənilərin yol üzərində yerləşdirdiyi minalardan 6 Azərbaycan vətəndaşı öz həyatını itirdi. Əvvəlcə Avtomobil Nəqliyyatı Agentliyində çalışan 2 nəfər Azərbaycan vətəndaşı Xocavənd rayonunda, sonra isə Daxili İşlər Nazirliyinin 4 əməkdaşı həmin rayon ərazisində mina qurbanı oldular. Sentyabr ayının 19-da isə 11:45 radələrində Azərbaycan ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlıq kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mina atanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Bu atəş nəticəsində Azərbaycan ordusunun 2 hərbi qulluqçusu yaralandı. Vətən müharibəsindən sonra bölgədə cərəyan edən təhlükəli revanşizm Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və dövlət rəhbərliyinin əmri ilə Rusiya sülhməramlıq kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu. Antiterror əməliyyatı 2023-cü il sentyabr ayının 19-da təxminən saat 13:00-da başladı. Həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzun müddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqli silahların tətbiqi ilə sıradan çıxarıldı. Əməliyyatın gedişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində
Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Mülki əhaliyə və obyektlərə ziyan yetirilmədən antiterror əməliyyatlarının aparılması isə Azərbaycanın hərbi rəhbərliyindən xüsusi diqqət və qətiyyət tələb edirdi. 30 il ərzində Ermənistanın hərbi rəhbərliyi Qarabağın dağlıq hissəsinə böyük sayda hərbi qüvvə və texnika yerləşdirərək eşelonlaşdırılan mühəndis istehkam sistemi yaratmışdı. Antiterror əməliyyatlarının aparıldığı sahə mürəkkəb relyefə malik idi. Erməni döyüş mövqelərinin əksəriyyəti əlverişli yüksəkliklərdə yerləşirdi. Əldə edilən kəşfiyyat məlumatları da göstərirdi ki, erməni hərbi qüvvələri hətta Vətən müharibəsindən sonra Qarabağın dağlıq hissəsində hərbi imkanları xeyli artırmışdılar. Antiterror əməliyyatlarının başlanması ərəfəsində erməni hərbi qüvvələrinin 300-ə yaxın artilleriya və 50-dən artıq mina atan mövqeləri var idi. Bundan başqa erməni hərbi qüvvələrinin ixtiyarında ondan artıq yer-hava raket sistemi, 6 radiolokasiya stansiyası, 20-dən artıq radio-elektron mübarizə vasitəsi və təxminən 30 mobil operator baza stansiyası var idi. Antiterror əməliyyatlarının başlanmasından saat yarım sonra əməliyyatın gedişi ilə bağlı Müdafiə Nazirliyinin ilk məlumatı açıqlandı. Bildirildi ki, yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır. Yaşayış məntəqələri yaxınlığında erməni atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmasına və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək verilməməsinə çağırış edildi. Yerli əhalinin nəzərinə o da çatdırıldı ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək. Onlar içməli su və ərzaqla təmin olunacaqlar. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıldı. Antiterror əməliyyatının xüsusiyyəti nəzərə alınmaqla döyüşlərin və idarəetmənin təşkilində, qoşun növləri və birləşmələr arasında qarşılıqlı əlaqələrin yaradılmasında, raket artilleriya və hərbi hava qüvvələrinin tətbiqində Vətən müharibəsinin təcrübəsi yaradıcı şəkildə nəzərə alınması əldə edilən nəticələrin miqyasına da öz təsirini göstərdi. Belə ki, kütləvi atəş zərbələri vaxtında plana uyğun olaraq yerinə yetirildi. Ardınca sistematik atəş təsirləri mütəmadi olaraq həyata keçirildi. Döyüş əməliyyatı bölgəsində olan bütün hərbi obyektlər, döyüş postları, komanda müşahidə məntəqələri dəqiq raket artilleriya zərbələrinə tutuldu. Yaşayış məntəqələrinə, mülki şəxslərə və obyektlərə zərər vurmamaq üçün yüksək dəqiqli raket zərbələrinə geniş yer verildi. Düşmənin kritik döyüş mövqelərinə raket və artilleriya zərbələri endirməklə Azərbaycan bölmələrinin itkilərinin minimuma endirilməsi təmin edildi. Eyni zamanda antiterror əməliyyatının başlanılması ilə Azərbaycanın hərbi hava qüvvələri tərəfindən əməliyyat rayonu üzərində havada üstünlük, hava məkanının müdafiəsi, hərbi obyektlərin və qoşunların hava hücumundan etibarlı qorunması təmin olundu. Bütün bunlar isə antiterror əməliyyatının uğurlu gedişini təmin etdi. Bölmələr və qüvvələr üçün isə döyüş tapşırıqları konkretləşdirildi, onlar üçün döyüş sektorları müəyyənləşdirildi. Sentyabrın 19-da aparılan əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi. Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq mina atan, 2 ədəd zenit raket qurğusu, 6-dan artıq martira radio-elektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirildi. Xeyli sayda erməni hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Sentyabr ayının 19-da gecə saatlarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi antiterror əməliyyatının apardığı rayonda yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə silahın yerə qoyulması ilə bağlı çağırış etdi. Bildirildi ki, bu halda antiterror əməliyyatı da dayandırılacaqdı. Lakin Ermənistanın hərbi siyasi rəhbərliyi və Qarabağın dağlıq hissəsində yerləşən erməni hərbi qüvvələri bu çağırışı qəbul etmədilər və sentyabrın 20-sindən səhərdən döyüşlər yenidən davam etdirildi. Döyüşlərin gedişində
Ermənistan silahlı qüvvələrinin Qarabağın dağlıq hissəsində yerləşən hərbi qüvvələrinə ağır zərbələr vuruldu. Onların döyüş potensialı məhv edildi. Ermənistan hərbi siyasi rəhbərliyi də sentyabrın 20-sində Qarabağın dağlıq ərazisində yerləşən erməni hərbi qüvvələrinə ağır zərbə vurulduğunu etiraf etmək məcburiyyətində qaldı. Nəhayət, Azərbaycanın işğal edilən ərazilərində yaradılan xunta rejiminin rəhbərliyi Azərbaycanın şərtlərini qəbul etməyə və silahı yerə qoymağa hazır olduğunu bildirdi. Əməliyyatın uğurlu gedişatı təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır. Və bizim silahlı qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır və bugün səhər beynəlxalq tərəfdaşlardan bizə verilən məlumat ondan ibarət idi ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdılar. Bizim şərtlərimizi isə dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatları dövlət katibinə çatdırmışdı. Məndən soruşuldu ki, antiterror tədbirləri dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, bizim ərazimizdə qanunsuz məskunlaşmış Ermənistan ordusunun birləşmələri silahları yerə qoymalı, tərk silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks təqdirdə sona qədər gedəcək və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir. Bugün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib. Qondarma rejimin nümayəndələri Yevlax şəhərinə gətirildilər. Bunun da bir rəmzi mənası var idi. Vaxtilə işğalçı Ermənistan böyük fəxarətlə öz millətinin donuzlarına bu şəhərdə Kürdən su içirəcəklərinə inandırmışdı. Həmin gün bu şəhərdə ermənilərin öz imzaları ilə Qondarma Dağlıq Qarabağ Respublikası adlı məfhum leksikondan bir dəfəlik silindi. Azərbaycan prezidentinin ermənilərin təhlükəsizliklərinə təminat verməklə və birgə yaşayış qaydalarına əməl etməklə Qarabağda qalıb yaşamaq barədə təklifinə baxmayaraq, təxminən 200 il əvvəl Çar Rusiyası tərəfindən yerləşdirildikləri bu torpaqları tərk etməyə üstünlük verdilər. Çünki bu torpaqlar onlara məxsus deyildi. Digər tərəfdən, Qarabağ ermənilərində bir xof var idi. İntiqam xofu. Çünki 1-ci Qarabağ müharibəsində onların hər birinin ailəsində əli Azərbaycanlıların qanına batan, 30 il yüzlərlə kənd və şəhərimizi talan edən şəxslər var idi və onlar ədalət qarşısında cavab vermək məsuliyyətindən qorxaraq canlarını götürüb qaçdılar. Amma qanqadaların təşkilatçılarının, separatizmin ilham vericilərinin bir qrupu canlarını qurtara bilmədi. Onlar antiterror əməliyyatı zamanı hərbiçilərimiz tərəfindən həbs edilərək Bakıya gətirildilər və ədalət məhkəməsi qarşısında
cavab verməli oldular. Beləliklə, sentyabrın 19-da 20-sində keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınan ərazilər üzərində suverenliyini tam bərpa etdi. Üç rəngli bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda və digər əzəli torpaqlarımızda dalğalandı. İndi işğaldan azad olunan Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı quruculuq bərpa işləri davam edir. 30 il torpaq niskini ilə yaşayan Qarabağlılar doğma yurd yuvalarına qayıdırlar. Bu torpaqlarda əbədi yaşamaq üçün. Burada əbədi yaşayacaqsınız.